Yeri gəlmişkən, dövlət qulluğuna test imtahanları keçiriləcək və daha ətraflı məlumat üçün isə Dövlət İmtahan Mərkəzinin Mətbuatla İş və Elektron Kommunikasiya şöbəsinin müdürü Xanlar Xanlarzadə telefon bağlantısındadır. Sabahınız xeyir olsun Xanlar müəllim. Hər vaxtınız xeyir olsun. Mən sizi eyni zamanda tamaşaçılarımızı salamlayıram. Təşəkkür edirik. Ətraflı məlumat istəyərdik sizdən. Ümumiyyətlə imtahanların vaxtı ilə bağlı və təbii ki, dövlət qulluğuna qəbul prosesi ilə yaxından tanış olaq. Bu həftənin bazar günü, yəni ayın 15-də imtahan keçiriləcəkdir. Əslində biz hər ay imtahan keçiririk dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün. Bu dəfəki imtahanda həm inzibati rəhbər vəzifələrə, həm də ki, inzibati icraçı vəzifələrə qəbul olmaq istəyənlər öz imtahanlarını verəcəklər. İmtahan elektron formada keçirilir, yəni siz kompüter arxasında əyləşirsiniz və 3 saat müddətində verilən sualları cavablandırırsınız. 2 növbədə olacaqdır. Biri saat 10-da başlayır, biri isə saat 4-də, yəni günortadan sonra. Həm Bakı şəhərində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda, eyni zamanda Naxçıvanda da yenə eyni qaydada kompüterlər vasitəsilə bu imtahan keçiriləcəkdir. 1689 namizəd ərizə veribdir. Yəni onlar dövlət qulluqçusu olmaq istəyirlər. Bizim əsas namizədlərdən tələbimiz odur ki, imtahana gələrkən diqqətli olsunlar, sənədlərini özləri ilə gətirsinlər. İmtahana buraxılış vərəqəsidir, hansı ki artıq Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilibdir. Eyni zamanda şəxsiyyəti təsdiq edən sənədin əslidir, onların üzərində olmalıdır. İmtahanda qanunvericilik, məntiqi təfəkkürün yoxlanılması, Azərbaycan dili və informatika üzrə tapşırıqlar təqdim olunur. Siz müəyyən balı toplasanız, indi orada müxtəlif sertifikat növləri var. Onlardan əldə edə bilərsiniz və həmin o sertifikat növünə uyğun gələcəkdə vakansiyalara müraciət edə bilərsiniz. Sizin təhsiliniz, əldə etdiyiniz sertifikat növü, vakansiyanın tələbləri bunlar üst-üstə düşürsə, onda mütəmadi Dövlət İmtahan Mərkəzi tərəfindən vakansiyalar elan olunur və o vakansiyalara artıq müraciət edə bilərlər. İş üçün gəlib müsahibələrdə iştirak eləmək imkanı qazanırlar. Təşəkkürlər Xanlar bəy, minnətdarıq.